Salam değerli izleyicilerimiz, her birinizin her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, videomuza sona kadar izleyin ki bazardan məlumatınız olsun. Sizleri İmişli mal bazarından salamlayıram. Gördüğünüz kimi bax bura qoyun bazarıdır. İnşallah indi çəkiliş eləyəcəm. İzləmədə qalın ki, sonra yazmayın ki, Xəqani qardaş, niye inek bazarını çəkməmsən? Hamısı çəkiləcək. Yeter ki siz sona kadar izleyin. İzleyin ve o like'ı vurun. Takip atın ki tüm bazarlardan haberiniz olsun. 250 manatdan deyilir. Əmlik kuzulardır. Bir erkek birinci. Tamam ne deyirsə baladan? 200 manatda da bu deyilir. 320 manata deyilir erkek. Erkek. Vermişəm 45 kilo diri çəkisi var. 45 kilo diri çəkisi var, 400 manata deyilir. Erkek. Neçədir o? 30 kilodan yukarı aşağı. 500 manata deyir. Erkek. Oyunları, subay oyunları 360'a, 350'ye, 250'ye bak böyle tutuyor. Subay oyunları. İki tane koyun, iki tane de bala. Bu bala bunundur, o bala da onundur. 700 manata deyirsən? 700 manata deyirəm. Balalı deyir. İkinin biri yok. 250 manata deyir, dişidir. Tamam. Namazlık, keçi. Sen de yaparsın. 230 manatdan deyilir. Kuzular. Qoyun bazarından bu kadar. İndi isə keçək mal bazarına. Axıra kadar izleyin ki ətlik inəklər, danalar, qoyunlar hamısını bir-bir çəkəcəm. İzləmədə qalın. Nəzərinizə çatdırım ki, gözəl izləyicilərimiz, İmişli mal bazarı ikinci gün olur. Birinci gün yatırsız, ikinci gün səhərə yaxın. Gözəl izləyicilərimiz, bax, belə kök danalardır. 25, 26, 27, 28, 29, 3000, bax 3000'e kadar danalar var. Bir dənəyə bax. Buyurun. İki dənəsinə baxır. Bana malım çox. 3000'e kadar mal var. İkisinə baxır da, bu baxmayana cavab deyirəm. Yox, baxdırma. Hamısı kök danalar, yemiş mallar. 3000 manata kadar. Bu erkek danalarda yemiş mallardır. 23'e, 24'e, belə 22 yarıma. Qəşəng kök. Saxlayırsınlar. Satırım maşallah. İki düyədir, arıq, ordağa gedən 1500 manata deyir. 3100 manata deyilir. Erkek danalar. İmişliyə gedirsən, totu orada. Bərdiyə gedirsən, totu orada. Ay totu bazar olsun. Sabah xeyir, nətəsən? Buzoyu qazalıb. Totu qırqamızda qəşəng buzoylar olur. Görürsünüz, keçən həftə bazarda bir atıyı koydu. Hamısı satıb. Allah bazar versin. Olur da sizdə həmişə olur. Nömrəni deyək də hər ihtimala qarşı. Kimə ehtiyac olarsa, Totu qardaşla əlaqə saxlasın. Ağdamın Qaradağlı kəndində olur. Yəni Liboy Viremiya bu qardaşımız da buzoy olur. İstəsəniz qapıya da gətirə bilər. Dana da olur buzoyda. Dana da olur buzoyda. Yəni ot yeyən, süd əmən. 050 743 743
6305. 6301 nömrəsi ilə zəng vurub əlaqə saxlaya bilərsiniz. Çatdırılma ilə qurraşdırılma totunun boyundadır. Allah bazar versin. Bax, birinci balasıdır. Bala da dişidir. Birinci qarına düyədir. Axşam səhər də 6 litr süd verir. Dişi düyələrdir, bordağa gedən 12.50-dən 1250 manatdan. Üst-üstə. Dört litr süd verir, 3000 manata deyir. Balası da deyilir. Yaxşı yedirsən artırar. Çorluq çəkmiş malıdır. Bunu da 3000'e deyir. Balası da budur. Neçənci balasıdır bunun? 6-cı balası. Bu nə qədər süd verir? 3 litr süd verir. Buyurun bax. On ikisini de olur. Oy maşallah. 19'da neçə litr süd verir? 6-7 litr süd verir, 19. 1900'e deyir. 12 dənəsində doğub deyir. Çaspılığın daşını atarsınız da bunu alsanız. Balasıdır bu. 4-cü balasıdır. Dişidir, damazdıq. Yox, 4-ün də olur. Neçə litr də süd verir ama oğlum? Neçə litr süd verir? Yaxşı yeyəndə deyir 10 litr verir. Belə hələ ki 6 litr. Yəni çorluq çəkib də malı ilə baxanda bilinir ki, bu mal çorluq çəkib. Bol şivestlərdəndir. Bunlar südlü mal olur. Bilirəm qardaş. Ha qulaq bol şivestlər. Yaxşı maldır. Çorluq çəkmiş mal. Üçüncü qarın düyədir. 3200'e deyilir. Akşam səhər də 6 litr süd verir. Balası da olur, dişidir. Erkek balayla 800 litrdə südə. 8 litr süd verir, 2400 manata erkek balayla. Neçənci qarnıdır? Neçənci qarnıdır? 4-cü bala. 4-cü balayla. Allah bazar versin. Qəşəng maldır. Çorluq çəkmiş maldır. Yemək edən mallardır. 1550'də bunlar deyir. 1250'ye bunu deyir. Üstünün gənəsinə baxın. Gənədir üstü. Yəni çöl malıdır. 5-ci balası. Hə, dişlərinizdən açım çək. Gəl. Yox, yetişdir. Yox, gəl bura mən. 5-ci balası, ha? Neçə litrdə süd verir? Neçə litr süd verir? 20 litr. Hə, süd damağına bax. Bunlar süddük malıdır. Onun ne istəyirsən ona qızıl yedirsin, kökələ. Bunlar düz yer qardaş, süddük malıdır, görürsünüz. Bunu alıb altına bir 4 dənə də bala atarsın, çaspılığın daşını atarsın. Allah bazar versin. Özdə qiymətində qardaş sərfəri deyir vallahi. Heç bir ay bundan qabaq 4000'ə vermədim. Yox, sərfəri deyirsən qardaş. Amma mən onu Adam gərək haqqınla danışır. Gözəl izləyicilərimiz, bax, kök düyələrdir, yem yemiş mallardır. Şom üst-üstə 6 dənədir. 1800 manatdan deyir. 6 dənə düyədir. 1800 manatdan deyir. Allah bazar versin. Camış balası ilə birlikdə 19 yarım. Neçə litr süd verir? 5 litrdə süd verir. Neçənci balası da mı olur? 5-ci bala.
Çorluq çəkmiş maldır da görürsünüz. 1200 manatdan deyilir. Yəni yemə gedən kəlsələr. Erkəyi də var içində, dişi də var içində. 1200 manatdan da deyilir. Camışlar neçə ilə deyir? Bunlar da camışlardır, camışlar. Bunlar neçə ilə deyirsəm o? Bunlar. Boğazdı mı bunlar? Boğaz camışlar. Neçə ilə deyir? 3000 manata. Boğazlarımız. Deyirdiniz ki simental yoxdur. Bax bu da simental. 4200 manat. Buyurun baxın. Kanunu simental. O vaxt biz yatırıb satdığımız buzoylarda bax yekəlib belə olur. Görürsünüz. 4200-dən deyir qardaş. 3 dənədir. Gəldik Poladəmi. Sənin bazarında çəkdik. İmişli mal bazarında gəldik, çəkdik. Gözəl izləyicilərimiz. Yəni nə qədər bəyənməmiz çox olsa, nə qədər kanalımıza abunə olan olsa, o qədər də çox bazarları çəkərik. Əsas odur ki, videonu sona qədər izləyin. Videonu sürüşdürürsünüz qabağa, yazırsınız ki, İnək çəkməmişsən, ya qoyun çəkməmişsən. Vallahi çəkirəm. Bir dənə at bazarını tapan mədim, at çəkərəm. İnşallah yəqin ki, gələn həftə at bazarında çəkərik Bərdədə. Kanalımıza abunə olun, videolarımızı bəyənin. Allah mal alana da, mal satana da çoxlu xeyir versin.